Yaxshimisilar do'stlar, qo'noq bo'lkisi. İçide bek peyzinəslər var. Bizə çoxum qılıb bir körüb yığanlar bək təmlik buludu. Həm qonaqnamı adam bədəni intayın faydalı. Onun üstü içigi sağan nəslərim intayın peyzi. Ondan başlap getdim. Aval qonaq unni ma əlgəkdən ötküzüb alımız. Çünki ma qonaq ularını köpüncüsünə işidən şu kepek çıxıdı emas mı? Kepekni yavasaq bolmaydı. Mana şunçilik tasqap işləngan qonaq uni degan qonaq unummu bir munç kepek çıxdı. Şuna diqqət qılınlar cümə adaşlar. Andan qonaq unumuzğa az miqdarda aqun qatımız. Am aqun qatışdagi maqsad buni ma juğagan çağda yaxşı yepiştirishli uchun onun boshqa maqsad yo'q. Mana aqun bilan qonaqonni tasqatda yaqib qo'ydik. Ana bu ikkisini yaxshi aralashtirib o'tib, ximiya yo'g'irishni boshlaymiz. Ya'ni issiqroq sutga bir qo'shiq ximiya turi silib oldim. Men degan mushtaq sutga ximiya turi salsanglar, bu ximiya shunda tez bo'ladi. Shunga ochiq yema odamning ximiri ishtik bo'lmaydi, ammo sutga ximiya turishin saq odamlarning ximiri ishtik bo'ladi. Ondan unimizga sutni qo'yib, kichikkin tuz silib, kichik tal tuxumni chiqib, azroq qadar moy qo'yib, ximiyani yo'g'irib olamiz. Ximiyani qattiq sho'g'amaymiz, pek yumshoq sho'g'amaymiz, o'tirhal sho'g'asaqli bo'ladi. Xamirimiz bo'g'ich bo'lganlikda ama içideki saldığım göherlerini tayarlaymiz. Yanaq, yoğurt, pista badam qatarlıqlarını saldım. Ana bu nəslərini mən oğlum oturub axladıdı. Mən qarab oğlumla axlaşlarını ozurulnavatdı mən. Adətdə mən qazan bişnan işlərə ama oğlumla cıqraq silanglar. Mən qızımını pek cıq səb getməyəm, oğlum cıq salım. Çünki qız bala hamam qazan bişnan adimi. Oğul bala mən qazan bişiği ügetmisək çoğ bolğanda qazan bişnan ilə kelməydigan bolup qalıdı. Şundaqla kelgüstik ayalının qədrini həm cəpasını bilməydigan bolup qalıdı. Mana maxalta söz maxaltısı edib ügütüb qoyğan mən özüm nəçə tikib alğan mana bütün aşı gangolarını silib noğuşda əzgüşdə izləysəm pek talqan qılıb dedik manda əssəm özüm yaxşı gördük əmmə. Anda uçaq-uçaq xemiyələrim bolubdu. Mana əmdi bu xemini şu nəşbitdən çoğunluqda zubul qılıb alımız. Xəmirini bək çoğun qılıb alsanız olmaydı, bək kiçik qılıb alsanız olmaydı. Nəşbitdən ölçümü ən doğru ölçəməriz. Gülqanıb işlətimizimi unutub qapdıq. Andan qonaq cavabız etib baqqanlar barmı, yəni mundək. Aşına oxşaş abay xeminin o'rtasida kavaq açımız. Bu olsa tonunun şəkildə çoğuraq kavaq qılıb alsanız yaxşı bir qolam telefon məni qılamıdım. Andan onun içiga bir qo'shiq, gulqard, andan o talqanlardan bir ikki qo'shiq silib, mushta tugvasanlarli bo'ldi. Bu tugish oson, manti tukandek tugib, lamchik tarafimda besib, shakl kirgizib qo'ysanlarli bo'ldi, uning uchun ish ketmaydi. Mana bütün hammasini tugib bo'lib, andan ostiga may qog'oz qo'yib, lestinki ustiga tizib qo'ydim. Mana andan har birisini ustiga tuxumning siyig'ini surkab, ustiga siyodan chechivatdim. Zimacha sanlan bo'ldi. Andan oldin qizitib qo'ygan kavshangda men buni 180 gradusda 50 minut pishirdim. Odatda mening kavshangimda 230 gradusda 20 minut pishirsam, men odatdagi praniklar pishadi. Lekin meni 50 minut pishirishimga sabab tuva o'tda. Men qo'noq unamasmi? Oson pishmaydi. Agar xom bo'lib qolsa, oshqozon og'ritadigan ish bo'ldi. Mana pishib chiqqan qo'noq bulkalarim vitan devatgidek chiqibdi. Mana buni bulka deyishdim bekrak, qo'noq aytoqchi desek bo'lamdi nima? Qaranglar talqonni bek ezivatmayishga shunda chiroyli chiqibdi. Bek ezivatgan bo'lsanglar, toz payz chiqmaydi. Azmigaligim ham tushungansizlar. Bo'lsa, texim yaxshi mazmunlarni davomli yo'llab turman. Meni ko'rib qo'yinglar. Xo'sh.